Dostlar, bugün bizim dərsimiz yenə dolayı ünvanlamadan olacaq və son dərsimizdir. Dolayı ünvanlama nə vaxt əsasən istifadə olunur? Siz dövrü yaxud da təkrarlanan hər hansı bir əməliyyatlar edəndə bu arxivasiya əməliyyatlarıdır. Məsəl üçün, bu dərsdə biz analoq siqnalın arxivasiyasını edəcəyik və bizim struktur təxmin olaraq belə olacaq. Yəni, biz bir dibi yaradacağıq, məsəl üçün dibi 100 və orada masif tipini seçəcəyik, array tipini, 1000 element, 1000 rekorda yaxın olacaq, 1000 sətrə yaxın və əlavə olaraq iki funksiya yazacağıq. Birində deməli reset olacaq, birində də, daha doğrusu bir funksiyanın içində bir reset olacaq, bir gate olacaq. Bu gate də icazə verəcək bizim dataların yazılması. Reset isə bizdə tam olaraq məlumatı silmək üçün olacaq. Dibinlə isə bizdə sətrin nömrəsi olacaq. Və başlayaq dostlar. Birinci deməli biz yaradırıq data blok, qoyuruq 100, qoyaq archive 2 məsəl üçün nə deyir? The symbol axis over the exit bir dəqiqə properties archive olsun gəlin açaq. Burada dostlar deməli bunun type-ını dəyişirik, masif eləyirik. Olacaq 1000 element, 1, 2 dənə nöqtə, 1000, enter və type olacaq int və bunu save eləyək, bağlayaq və keçək bir dənə də funksiya yaradaq. Olsun, bu da funksiya 100 olsun və adını qoyaq function olsun. Ok. Single package already assigns do want to override yes olsun və açaq bizim funksiyanı. Və gəlin dostlar bizim şəklə baxaq. Deməli in, dibindən, bunlar ikisi də int olacaq. Deməli in parametri içində olacaq. Bunlar deməli burada in, data type int, deməli dibi num, burada olacaq int və gate ilə reset. Bunlar hər ikisi bu olacaq, gate və reset. Dostlar, gələk indi bizim proqrama. Burada biz nə edəcəyik? Deməli, bizdə gate parametrindən asılıdır hər bir şey. Gate parametri ustanovka olunubsa, biz, ustanovka olunmayıbsa, biz çıxırıq blokdan. Ona görə də bizə burada ret parametri lazım olacaq, ret əməliyyatı. Yəni bizə lazım olacaq onda program control ret və burada qoyacaq normal qapalı kontakt, bura olacaq gate. Gate var. Və keçək ikinci networkimizə burada. Və ikinci sətirdə dostlar bizə deməli data blok lazım olacaq. Data bloka müraciət etmək üçün biz ancaq indirect məlumatları istifadə edə bilirik, adresləri istifadə edə bilirik. Bura yazaq temp db, bu da olsun bizdə int və burada dostlar artıq biz STL-də yazmalıyıq. Keçirik deməli STL-ə və burada yazırıq. Deməli, burada da yazırıq dostlar L, deməli db num, akkumulyatora oxumaq, sonra temp db, bunu bazı hərflə yazım, temp db və open db, hansı ki bizdə yerləşir temp db-də. Temp db.
Fikirləşirəm ki, düz yazmışıq. Bir test edəcəyik. Belə. Gəlin dostlar, belə bir məsələ göstərim sizə. Fikirləşin ki, bizdə 3 xanalı arxiv var. Deməli, ünvanları 0, 2, 4 və biz yazma əməliyyatını eləyirik. Yazma əməliyyatını eləyəndə, məsəl üçün 4-lə axırıncı və bura gedirik və burada bizdə nə baş verir? Deməli, burada olan məlumatı biz artıq köhnə məlumatı bura yazmalıyıq 2-yə və 2-də olan məlumatı 4-ə yazmalıyıq, 0-a yazmalıyıq. Yəni, bizdə arxiv yuxarıdan aşağıya yox, adətən buna deyirlər first in, first out, birinci girdi və birinci çıxdı. Bu olacaq bizdə last in, first out. Və indi dostlar, bu əməliyyatı eləmək üçün biz nə edirik? Biz n -1 eləməliyik. Hər dəfə biz məlumat yazanda ki, biz bu sətirdən bu sətirə keçək. Gəlin onu da yazaq. Deməli, bizim over bloku və burada yazmalıyıq. Və bunun üçün dostlar biz deməli R1 registrlə istifadə edəcəyik. Deməli, burada yazaq var 1 P 0 0. Yəni biz lar registrinə, R registrinə daha doğrusu 00 xanasını yazdıq. Və indi bizim counter'ın nömrəsini qoyacaq. Yəni bizdə 0-dan başlayırsa, son ədəd bizdə 1000 yox, 999 olacaq. Bunu yazırıq. Və bu ədədi bizə saxlamaq lazım olacaq. Ona görə də bunu ataq lokal dəyişən tərkibinə count olsun. Count və integer olsun. Int count burada olsun int. Və burada da dostlar bu count'un deməli 999'u biz save edirik count'da və bunu burada qeyd etməliyik ki, bu bizdə lokal, yəni temporary deməli count. Və indi isə dostlar, xanaların yer dəyişməsi əməliyyatını edəcəyik. Deməli, yazırıq LDBV. Deməli, bizdə R1 registr idi. Deməli, R1 vergül ikinci sətr oxumalıyıq. P ikinci adresdə bizdə olacaq. Bir dəqiqə, burada səhv yazdım. 2-0, düzdür, 2-0. Belə. Və bunu biz yenidən göndərməliyik, deməli, temp DB-yə, 0-cı adresə, ona görə yazırıq T, DBV, R1, deməli, R1, vergül, P, slash, DS daha doğrusu nöqtə 0 nöqtə. Və bu əməliyyatdan sonra dostlar biz üstünə 2 gəlməliyik. 2 deməli R1 P 2.0. Sözüm də bilməm bu işləyəcək. Çox güman edirəm ki, işləyər. Yəni, hələ ki, sintaksis səhvimiz yoxdur. Olsa göstərərdi. Əsas simulyasiya bunu dəstəkləsin. Mənim üçün də çətindir, dostlar, bu deyil. Baxmayaraq ki, düzdür, çox vaxt bu dillə işləmirəm, amma yerində öyrənmişəm bu dili, həm də proqramçı işləmişəm deyə biraz rahat gəlir. Və indi bizim counter-ı biz yükləməliyik, deməli, bizim lokal stack-a, deməli, yazırıq L, count, və burada dostlar artıq loop institutda Fortran keçirlər, C++-da yoxdur, artıq loop C-də var idi, bir də Fortran-da var idi, səhv etməmsə. Burada yazırıq next və bu next-i də dostlar biz əlavə eləməliyik bu hissəyə. Dala gedim, burada yazım next
Bir dəqiqə nə şey yadımızdan çıxıb 2.2 vergül aşağı belə. Və bizdə dostlar loop komandası bir bitimizi yeyir həmişə, ona görə bunu yoxlamaq lazımdır. Daha doğrusu yəni loop komandası bu counteri bir ədəd aşağı salır. Və biz hər dəfə onu yoxlamalıyıq ki, bu sıfıra bərabər olmasın. Sıfıra bərabər olanda biz təzədən loopun içindən çıxmalıyıq tam olaraq. Və bizdə cikl bitəndən sonra dostlar biz deməli axırıncı kanalımıza artıq ədədi yazmalıyıq. Onun üçün biz nə edirik? Deməli in oxuyuruq yəni burada və yazırıq t deməli r1 idi biz axırıncı r1 deməli p p0.0 və arxivləşmə belə də bitir dostlar. Bu bizim arxivləşmənin tam kodudur. Sadəcə bir məsələ qaldı, reset əməliyyatı. Reset əməliyyatında biz deməli reset əməliyyatını dostlar biz necə eləyə bilərik? Bizə lazımdır ki, birinci biz yoxlayaq reset düyməsini. Onun yoxlanmasını biz edək deməli L-dan T-yə yazacağıq. Tak, burada tamam, gəlin burada yoxlayaq onu. Deməli yazırıq in reset və jump əməliyyatını istifadə edirik. Jump M1-ə, yəni birinci metodumuza get. Birinci metodumuza get. Deməli, yox, əgər 1 olubsa, onda get localsdakı 0 elə. Belə və burada dostlar, deməli, biz əlavə eləməliyik. Bizim M1 metodun belə. Biz kodu tam olaraq bitirdik dostlar. Şimdi testə başlayacağıq. Bir də yoxlanış eləyim. Elde deməm. PM funksiyonu çağırırıq. Dibini çağırırıq. Dostlar yoxlayaq. Gəlin bunu save eləyək. Yes. Ümidvaram ki, bizdə problem olmayacaq. Gəlin indi OB35 blokunu quraq ki, hər saniyə biz məlumatı yaza bilək. Deməli, yazırıq OB35 tamam blok var. Baxaq bura, bizdə var mı? OB35 bloku var artıq. Açaq bunu. Tamam, gəlin bunu silək və yenisini yazarıq. Deməli, gəlin bu bloku silək dostlar buradan. Delete, yes. Və yenisini yaradaq. Organization block, OB35. Və açaq bu bloku. Və burada deməli FC100 funksiyasını çağırırıq dostlar. Deməli function bu idi bizdə və parametrləri hazır edək və belə eləyək dostlar. Deməli bizə birinci analog siqnal lazımdır. Buraya yazaq PID məsəl üçün 304 yazaq həmişə yazdığımızı 304. Deməli dibi bizdə dibi 100 idi, düzdür 100 yazırıq bura. 100. Deməli gate olsun qoy 2.7 və reset olsun
olsun i2.0. i2.0. Deməli, bunu da save eləyək, dostlar. Save elədik. Expected data type in olsun. Və indi nə edək, dostlar? Gəlin, deməli, bağlayaq. Bizim simulatoru çağıraq. Bunları bağlayaq, belə. Embrace eləyək. Ramp və bizim proqramı yükləyək. Yes. Ok. Yes. Baxaq görə error yoxdur, dostlar. Və indi açaq bizim, deməli, DB100-ü. DB100-ü açırıq. Burada keçək, deməli, view, data view-ya və keçək monitoring moda. Gəlin, bunu bağlayaq, belə. Və açaq bizim PLC-ni. Və burada nə edək, dostlar? Birinci gəlin PIV 304-ü çağıraq. PIW 304 enter. Bunu qoyaq, deməli, slide var burada, slide decimallar var və bizdə gate neçə idi ki 2.7 idi, səhv etməmsə, gəlin onu da çağıraq. Deməli, input 2 enter. 2-də gəlin indi yoxlayaq. Bizim məlumatlar bir dəqiqə dəyişək. Düşək belə. Dostlar, indi gəldi məlumatlar. Deməli, gəlin bir dənə də yoxlayaq. Belə azaldaq. İndi dəyişməyə başladı. Görürəm, bu biraz gec dəyişir. Həm də donman var. Amma məlumatlar dəyişir, görürsünüz. Gəlin, indi bir dənə də reseti yoxlayaq. Bunu keçirdək. Reset bizdə 2.0 idi, səhv etməmsə. Və bir dəqiqə update-ə baxaq, görək getdi mi? Bəli, dostlar, deməli, silinmə getdi. Sadəcə simulator biraz donur. Bir dəqiqə mən açım blokun özün. 2.0 idi bizdə. FC35. FC35. Üzr istəyirəm, dostlar, OB35. OB35 açaq. Və burada 1-dir, burada 0-dır. Bir dəqiqə bunu açaq. Tamam. Və bizim datanı yoxlayaq. İndi OB deməli DB100. Bəli, məlumatlar 0-dır. Hal-hazırda hamısı sıfırlandı. Burada simulatorun axırıncı qaldı məlumat, fikir verirsiniz, dostlar. Bu da out of massiv olub ona görə. İndi bir də yoxlayaq yazmağı. Bunu söndürək, bunu basaq. Bəli, məlumatlar başladı dolmağa, dostlar. Təbrik edirəm sizi. Dostlar, deməli, arxivləşmə proqramında yadda saxlayın. İstəsəz evdə özünüz test eləyəsiniz. Dərsə görə təşəkkür edirəm. Növbəti dərsdə biz artıq stringi keçəcəyik, massivlərdən daha ətraflı keçəcəyik, bizə strukturlardan keçəcəyik. Yəni, təşəkkür edirəm hamınıza, çox sağ olun.